Əziz müəllimlər, bugün sizinlə 5-ci sinif mövzusu olan məişətdə sadə təmir işləri mövzusunu öyrənəcəyik. Vaxt itirmədən gəlin keçək mövzumuza. Demək, müəllimlər, məişət mədəniyyəti nədir? Məişət mədəniyyəti evin təmiz və səliqəli saxlanılması, demək, ailədə ev təsərrüfatının idarə olunması, ailə büdcəsinin bölünməsi, ailə üzvlərinin bir-birinə hörmətlə yanaşması deməkdir. Demək, məişət mədəniyyəti nə oldu? Evin təmiz və səliqəli saxlanılması, ev təsərrüfatının idarə edilməsi, ailə büdcəsinin bölünməsi və ailə üzvlərinin bir-birinə hörmətlə yanaşması deməkdir. Daha sonra bu hissələrdə diqqət edəcəyiniz bir məqam, o qədər də vacib bir məqam yoxdur. Mebel furniturları bəs nədir? Demək, mebelin qurulmasında istifadə edilən məmulatlar mebel furniturları adlanır. Mebel furniturlarına da aid edə bilərik. Rəf saxlayıcı, künclük, küpləşdirici, maqnit saxlayıcı, qıfıl dilcikləri, dəstəklər və s. Gəlin indi hər biri haqqında ətraflı geniş məlumat öyrənək. Hətta bu hissədə şəkilləri də verilib. Orada diqqət yetirəcəyik. Demək, künclük nədir? Demək, müəllimlər, künclük düzbucaq altında yerləşən iki metal lövhəcikdən ibarətdir. Demək, künclüklərdən çərçivə, rəf, nəfəslik kimi birləşmələrin künc birləşmələri bərkidilir. Demək, künclüklər hal-hazırda şəkil A-da verilib, müəllimlər. Bu künclükdür. Və künclük düzbucaq altında yerləşən iki metal lövhəcikdən ibarətdir. Yəni, gətirib tezdə salsalar ki, künclükdən harada istifadə edilir, rəf, çərçivə və nəfəsliklərin künc birləşmələri ilə birləşdirilir. Demək, hətta burada biz açar məqam olaraq küncü götürə bilərik. Yəqin ki, sizə də aydın oldu. Daha sonra isə bunu bu şəkildə qeyd edim. Rəf saxlayıcı nədir bəs? Rəf saxlayıcı metal və ya plastik kütlədən hazırlanır və üfüqi rəflərin bərkidilməsi üçün istifadə edilir. Rəf saxlayıcının demək milləri şkafların yan divarında açılmış bir tərəfi bağlı deşiklərə qurlaşdırılır. Mən burada bir məqamı qeyd edəcəm. Demək, müəllimlər, nəyə? Metal və plastik kütlədən hazırlanır. Çünki demək, ola bilər ki, gətirib testdə də salarlar ki, başqa materiallarda salarlar ki, və yaxud da ki, oduncaqdan, plastik kütlədən, metaldan, onda biz orada oduncaq sözünə görə onu yanlış götürəcəyik. Çünki rəf saxlayıcı metal və plastik kütlədən hazırlanır. Həmçinin üfüqi rəflərin bərkidilməsi üçün istifadə edilir. Hətta rəf saxlayıcının demək milləri şkafların yan divarında açılmış bir tərəfi bağlı deşiklərə qurlaşdırılır. Demək, hansı deşiklər oldu? Bir tərəfi bağlı deşiklər. İki tərəf açıq olsa, əlbəttə onu biz götürməyəcəyik. Daha sonra isə küpləşdirici nədir bəs? Küpləşdirici demək, bir-birinə müəllimlər ventin köməyi ilə birləşdirilmiş iki qalın metal künclük və ya lövhəcikdən ibarətdir. Bu asandır, daha doğrusu. Hətta burada şəkil C-də görürsünüz. Bu, demək, bizim küpləşdiricimizdir. Şəkil B-də isə rəf saxlayıcımız qeyd olunub. Demək, küpləşdirici bir-birinə bərkidici ventin köməyi ilə birləşdirilmiş iki qalın metal künclük və ya lövhəcikdən ibarətdir. Burada vent bunu nəzərdə tutur. Hətta masalarda, evdəki masaların dörd bir yanında hər demək, ayaq hissəsində küpləşdirici var. Demək, onun köməyi ilə daha etibarlı olur masalar. Ona görə yəni o quraşdırılır o hissələrə. Demək, iki qalın metal künclük və ya lövhəcikdən ibarət oldu küpləşdirici. Bir də var ki, demək, küpləşdiricinin köməyi ilə şkafların, yazı masalarının, rəf saxlayıcılarının, demək, onların yan hissələri birləşdirilir. Bu nədir? Bəzən olur ki, müəllimlər, elə müəllimlər bu hissədə çaşır. Küpləşdiricidəki yan sözü ilə rəf saxlayıcıdakı yan sözünü qarışdırırlar. Bəs biz bunu necə aid edək? Əgər bizdən, demək, şkafların yan divarında
yan divarında açılmış demək, bir tərəfli bağlı deşiklərə quraşdırılır desə, bu rəf saxlayıcı olacaq. Kipləşdiricidə isə demək, kitab rəfləridir, yazı masalarıdır. Bunların demək müəllimlər yan hissələri birləşdirilir. Yan hissələri. Əgər yan tərəfdə açılmış bir tərəfi bağlı deşiklərə quraşdırılır bizə desə, bu rəf saxlayıcı olacaq. Yox, əgər yan tərəflərinin birləşdirilməsi olacaqsa sadəcə, demək onda biz kipləşdiricini götürəcəyik. Hətta burada qeyd etdim, şəkil B-də rəf saxlayıcı göstərilib. Demək, şəkil C-də isə bizim kipləşdirici demək, furniturumuz göstərilib. Daha sonra isə baxaq görək, bəs qıfıl dilcikləri nədir, qıfıllar nədir? Demək, qıfıl dilcikləri və qıfıllar müəllimlər qapıların bağlamaq üçün istifadə olunur. Demək, biz qapıları nəyin köməyi ilə bağlayırıq? Özünüz bilirsiniz ki, kilidlərin, qıfılların köməyi ilə bağlayırıq. Ona görə də qapıların, şkafların, masaların qapılarını bağlamaqdan ötəri demək, biz qıfıl və qıfıl dilciklərindən istifadə edirik. Ona görə bizim burada açar məqamımız bağlamaq sözü olacaq. Ya bəs dəstəklər nədir? Dəstəklər odur ki, demək, dəstəklər qapıların rahat açılıb örtülməsi üçün vasitə rolunu oynayır. Dəstəklər metaldan, taxtadan və nazik plastik kütlədən hazırlanır. Bəs bayaq mən dedim ki, özünüz də istəyirəm indi cavablandırasınız. Bəs rəf saxlayıcı hansı materialdan hazırlanırdı? Aha, bəli, metal və plastik kütlədən. Dəstəklər hansı demək materialdan hazırlanırdı? Metal, taxta və nazik plastik kütlədən hazırlanırdı. Demək, bizə material olaraq soruşulsa, biz bunları qeyd edəcəyik. Yaxşı, demək, dəstəklər dedik ki, qapıların daha doğrusu rahat açılıb örtülməsi üçün vasitə rolunu oynayır. Bəs özünüz də təkrarlayın. Bəs qıfıllar nə üçün oldu? Aha, bəli, qapıların bağlanması üçün istifadə edildi. Yəqin ki, bu hissəsi də sizə aydın oldu. Hətta burada qıfıl dilcikləri, demək, qıfıl dilcikləri verilib. Şəkil demək C-də, şəkil D-də isə qıfıllar verilib. Hətta burada Y-də isə bizim dəstəklərimiz verilib. Yəqin ki, sizə aydın oldu. Demək, keçək mövzumuzun digər hissəsinə. Maqnit saxlayıcıları bəs nədir? Elə testlərdə çox zaman gətirib bu şəkildə salırlar ki, maqnit saxlayıcıları hansı hissələrdən təşkil olunub? Demək, onlar maqnitli qəlibdən və metal lövhəcik hissələri var və onlardan təşkil olunmuşdur. Maqnit saxlayıcıları deməli, müəllimlər, qapıların hərəkətli olmasına xidmət edir. Belə təsəvvür edək ki, siz adi bir həyatda görmüsünüz. Maqnit hər hansı bir dəmiri özünə çəkir, hərəkət etdirir. Demək, qapıların hərəkətli olmasına xidmət edən maqnit saxlayıcılarıdır. Bəs qapıların bağlanması desək, aha, bəli, demək, qapıları bağlamaq üçün qıfıllardan istifadə edirdik və yaxud ki, qıfıl dilciklər. Bəs yaxşı müəllimlər, deyə bilərsiniz, qapıların rahat açılıb örtülməsi üçün hansı bəs furnitur idi? Aha, bəli, dəstəklər. Tamamilə düzdür. Ya mən desəm ki, qapıların hərəkətli olmasına bəs xidmət edən, bəli, maqnit saxlayıcı. Yəqin ki, bu hissəsi də sizə aydın oldu. Hətta burada maqnit saxlayıcının istərsiniz şəklini də göstərək. Demək, maqnitli qəlibdən və metal lövhəcikdən ibarətdir. Özünüz də görürsünüz ki, iki hissədən ibarətdir. Metal demək, lövhəcik və maqnitli qəlibdən. Yəqin ki, sizə aydın oldu. Daha sonra isə demək, şkafdır, yazı masasıdır, dolablardır. Bunların qapıları həncamaların köməyi ilə bərkidilir. Demək, nəyin köməyi ilə bərkidilir? Həncamaların köməyi ilə. Bəs bu həncamalar da künclükdür, qıfıl dilcikləridir. Bunlar nəyin köməyi ilə qapıya bərkidilir? Əlbəttə ki, mebel üçün olan şurupların köməyi ilə. Yəqin ki, bu hissəsi sizə aydın oldu.
Əgər desək ki, bizə sualda şkafdır, yazı masasıdır, dolabların qapıları nəyin köməyi ilə bərkidilir? Onda biz əlbəttə ki, həncamaları seçəcəyik. Bəs həncamalardır, künclükdür, qıfıl dedikləridir. Bunlar öz nəyin köməyi ilə qapılara bərkidilir? Demək, mebel üçün olan şurupların köməyi ilə. Yəqin ki, bu hissəsi də sizə aydın oldu. Daha sonra isə müəllimlər, demək, mebeldə uzun müddət istifadə edilən mebel furniturları çox zaman yararsız vəziyyətə düşür. Daha demək olar ki, zəifləyir, artıq onun gücü, qüvvəti qalmır. Qapıların məsələn yaxşı bərkidilməsi üçün və yaxud da ki, onların bağlamaq üçün demək olar ki, öz istismar müddətini başa vurur. Belə olan halda demək, həmin köhnə şurupları biz çıxarırıq. Burada demək, özü də bir mərhələ var. Gəlin istəyirsinizsə sizinlə demək, həmin mərhələləri sayaq. Yəni düşünməyin ki, deməyin ki, nömrələnməyib. Elə nömrələnməmiş yerdən gəlib düşür imtahana da. Demək, birinci biz həmin köhnə şurupları çıxarırıq. Bu bizim birinci mərhələmiz. Daha sonra onun ölçüsündən demək, daha böyük olan demək, şuruplarla əvəz edirik. Bu ikinci mərhələmiz. Daha sonra əgər belə deyir, imkan yoxdursa, yəni bizim böyük şurupumuz yoxdursa, onda üçüncü mərhələ olaraq deşiklərə yapışqan sürtülmüş demək, milciklər, yəni mantarlar salırıq. Bu bizim olacaq üçüncü mərhələmiz. Və dördüncü mərhələmiz olacaq ki, həmin demək, mantarlara, yapışqan sürtülmüş mantarlara isə köhnə şuruplarımızı bağlayırıq. Demək, burada bizim demək, 4 mərhələmiz oldu. Birinci mərhələdə köhnə şurubu çıxarırıq. Bu aydın bir məsələdir. Daha sonra onun demək, ölçüsündən daha böyük olan yeni şuruplarla əvəz edə bilərik. Əgər belə bir imkanımız yoxdursa, biz üçüncü demək, mərhələ olaraq həmin deşiklərə yapışqan sürtülmüş mantarlar və yaxud da ki, milciklər taxırıq. Həmin milciklərə də sonradan həmin çıxartdığımız o köhnə şurupları bağlayırıq. Onlar ki, gətirib təzə şuruplar, yeni şuruplar verər, onda biz onu götürmürük. Biz təsəvvür edin ki, deyir ki, ölçüsü böyük olan şuruplardan istifadə edirik. Əgər belə imkanımız yoxdursa, demək bizim əgər yeni böyük ölçülü şurup almağa imkanımız yoxdursa, biz sonradan yeni şurupu nəyə görə həmin taxta milciklərə bağlamalıyıq? Ona görə elə çıxartdığımız həmin köhnə şurupu qaytarıb yeni, yəni ki, milciklərə, mantarlara təzədən bağlayırıq. Yəqin ki, bu hissəsi də sizin üçün aydın oldu. Sonra əziz müəllimlər, keçək digər hissəyə, demək, burada nə verilib? Maqnit saxlayıcının quraşdırılma ardıcılığı birdən elə olur ki, elə saxlayıcının quraşdırılması da istəyir. Demək, əvvəlcə bu düzdür, bu da nömrələnməyib, amma gətirilib salınır. Birinci mərhələ olaraq nəyə götürürük? Əvvəlcə saxlayıcı və qəlibin yeri müəyyənləşdirilir. Aha, bu aydın bir məsələdir. Saxlayıcı və qəlibin yerini müəyyən edirik. Daha sonra qapıya demək, lövhəcik bərkidilir. İkinci olaraq biz demək, lövhəciyi qapıya bərkidirik və qəlibin yeri elə seçilir ki, qapı bağlandıqda o üst-üstə düşsün. Aha, bilirik. Üçüncü mərhələ olaraq isə bərkidici şuruplar üçün demək, deşiklərin mərkəzi qeyd edilir. Biz ilə. İndi ola bilər ki, hansısa bunu demək, bunu adi olaraq, başqa sual olaraq da gətirib təqdim edirlər. Ki, yəni maqnit saxlayıcılarda şurupların yerini nəyin köməyi ilə qeyd edirlər. Hətta orada karandaş da verirlər, qələm də verirlər. Amma biz orada bizi götürməliyik. Yəni bizim köməyi ilə bərkidici şurupların, yəni bərkitmək üçün deşiklərin mərkəzi qeyd edilir. Daha sonra isə şuruplar axıra qədər burulmadan demək bağlanılır. Yəni bunun səbəbi də odur ki, biz görək ki, həmin lövhəcik və qəlib üstə düşürmü? Ona görə əvvəlcə demək, axıra qədər burulmadan bərkidilir. Demək, dördüncü mərhələmiz isə ən son olacaq. Qəlibi demək, həmin lövhəciyin qarşısı ilə üst-üstə düşdükdən sonra əmin olduq
ki, həmin demək onlar dəqiq bir-birinin qarşısında yerləşibsə, ondan sonra isə biz şurupları axıra qədər bağlayırıq. Yəqin ki, bu hissəsi də sizin üçün aydın oldu. Demək, müəllimlər, nəyə diqqət yetirəcəksiniz? Demək, maqnit saxlayıcının quraşdırılma ardıcılığı. Elə bunu gətirib testə salırlar ki, hansı mərhələlərdən ibarətdir. Mərhələləri düzgün yadınızda saxlamağınız sizin üçün daha məsləhətlidir. Çünki imtahanda da bu şəkildə istəyir. Onlar ki, gətirib salarlar. Yəni, biz bilmirik ki, imtahanda bizim qarşımıza hansı sual çıxacaq. Ona görə hər ehtimala qarşı diqqət etmək lazımdır. Maqnit saxlayıcının quraşdırılma ardıcıllığını bizdən istəyə bilər. Daha sonra isə burada həmin bərkidici şurupların bərkidilməsi zamanı deşiklərin mərkəzi nə ilə qeyd edilir? Əlbəttə ki, biz ilə qeyd edilir. Bunu da ayrıca bir sual olaraq sala bilirlər. Yəni, ona da diqqət yetirmək lazımdır. Burada bayaq qeyd etdiyim kimi köhnə şurupların artıq istismar müddəti başa çatıbsa, yəni biz onu artıq furniturlar həmin boşalıbsa, onun təmiri üçün, köhnə şurupların təmiri üçün burada da bayaq sizə qeyd etdim. Müəyyən mərhələlər verilib, onlara da diqqət yetirmək lazımdır. Hətta burada təkrar qeyd etdim. Üst-üstə düşməmək üçün, qarışdırmamaq üçün bayaq silmişdim. Daha sonra isə indi bir-iki sual verim. Yaxşı müəllimlər. Demək, yazı masalarıdır, dolablardır. Bunların qapılarını biz bərkitmək üçün hansı furniturdan istifadə etdik? Aha, bəli, həncamalardan istifadə etdik. Bəs həncamalar da künclükdür, qıfıl delciklərdir. Bəs bunlar nəyin köməyi ilə bərkidilir desək? Əlbəttə ki, mebel üçün olan şurupların köməyi ilə. Yaxşı müəllimlər, qapıların hərəkətli olmasına xidmət edən furniturumuz bəs? Aha, özünüz də cavablandırın. Bəli, demək, maqnit saxlayıcı. Tamamilə düzdür. Demək, maqnit saxlayıcı burada verilib, özünün nə olduğu və hansı hissələrdən təşkil olunduğu və maqnit saxlayıcının quraşdırılma ardıcılığı isə bu hissədə verilib. Bunu da yadınızda bu cür saxlamağınız daha məsləhətdir. Yaxşı müəllimlər, belə başqa izah edə biləcəyim bir məqam qalmadı. Hər birinizə uğurlar, sağ olun.